Əgər qanun yaradan birisi olsaydınız, uşaq hüquqlarının müdafiəsi üçün hansı qanunu əlavə edərdiniz? Təşəkkür edirəm mənə də söz verdiyiniz üçün. Təhsil sahəsində olan bir müəllim kimi deyərəm ki, sizin hüquqlarınızı müdafiə edərəm və sizin xeyrinizə olan bu dərsliklərdə mövzuların biraz asan dildə yazılmasını istəyərəm. Hansı ki, necə xaricdə təhsilə önəm verirlər, orada uşaqların dünya görüşünün artmasına xüsusi şərait yaradılır, dünya görüşlərini, məntəqə sahəsinə yönələn fənlərə daha çox üstünlük verərik. Biraz yüklənmələr sizdə çoxdur. İstərdim ki, o yüklənmələrimiz azalar. Sizcə, müəllimlər uşağın hüquqlarına hörmətlə yanaşırmı? Hamının bütün məsələləri ailə yaxınlara, ancaq biz öz məktəbimizdən dəyərli. Bəli, bütün müəllimlər, salam hüquqlarına hörmətlə yanaşır. Sizcə, müəllimlər uşağın hüquqlarına hörmətlə yanaşırmı? Bəli, onlar başqa nə deyə bilərsən? Demək olar ki, onlar hər kəsə adil bir şəkildə yanaşırlar, hər kəsin hüququnu da qoruyurlar. Sizcə, Azərbaycanda uşaq hüquqları kifayət qədər qorunurmu? Maraqlı sualdır. Ümumiyyətlə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlı olan hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Azərbaycan dövlətinin vətəndaşı olmaq, Azərbaycan Respublikasının vətəndaşı olmaq bizim üçün də böyük şərəfdir və bütün vətəndaşlar kimi əlbəttə uşaqların hüquqları qorunur. Sizin hüquqlarınız daha çoxdur, yəqin ki, özünüzün də məlumatınız var. Bu yaşda ən çox daha vacib olan mənəviyyat təhsil hüququdur ki, bu da bizim ölkədə yetərincə qorunur, yetərincə əməl olunur və hər bir uşağın da təhsil almaq hüququ var. Bunu dövlətimiz yetərincə dəstəkləyir. Hər birinizi kitab dəftərinə təmin edilir, gözəl işıqlı məktəblərimiz var, müəllimlərimiz var və siz də bu gözəl aydın səma altında təhsil alırsınız. Çox sağ olun. Sizcə, dünya idarəçiliyi uşaqlara verilsəydi, uşaqlar nə edərdi? Mən öz adıma danışsam, müharibələr dayandırardım, pul toplama etərdim, pullar açardım. Uşaqların seçmək üçün daha bilmək nədir? Gözəl sualdır. Buna baxaraq, bunu böyüklər, uşaqlar daha çox böyüklər onları daha çox yüksək yerlərə aparmalıdır, daha çox yerlər görməklə etməlidir. Əgər məktəbdə baxsaq, məktəbdə uşaqlar daha çox müəllimələr hər gün kömək etməlidir və biz buna baxaraq hər gün çalışırıq ki, onların səslərini böyük yerlərdə görək, daha yerlər dəyişirək. Mən də istəyərdim, mən də müəllimlərdə istəyərdim ki, uşaqlar böyük yerlərdə, böyük səhifələrdə görsünlər və daha çox onlar kömək etsinlər. Biz də öz bizim əlimizdən nə gəlirsə, hamımız çalışırıq və istəyirik ki, uşaqları daha çox fikir verərək, onlara daha çox təhsillərlə fikir verərək və böyük yerlərin çıxmasına kömək edirik. Uşaqlara erkəklərin dinlənməsini üçün vacib. Yaxşı şəxsiyyət kimi yetişməsi üçün.